Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə cemli piroq reseptini bölüşəcəm. Piroqu hazırlamaq üçün qaba 150 qram otaq temperaturunda olan kərə yağı, üzərinə 2 ədəd iri yumurta, 3 xörək qaşığı duru yağ, 1 stəkan şəkər tozu əlavə edib qarışdırırıq. Üzərinə 3 xörək qaşığı 20% xama əlavə edib yenidən qarışdırırıq. Xəmir yoğurmaq üçün 4 stəkan ələnmiş undan istifadə etdim. 1 çay qaşığından az qabartma tozu və 1 paket şəkərli vanili də unla bir yerdə elədim. Yumşaq, ələ yapışmayan yağlı xəmir alınır. 15 dəqiqə xəmir dincəlməlidir. Xəmiri bu formada kəsirik. Piroq üçün öncədən kərə yağı ilə yağladığım bu qəlbdən istifadə etdim. Xəmiri əlimizlə qəlbə yayırıq. Üzərinə ərik cemi əlavə etdim. İstənilən cemdən istifadə edə bilərsiniz. Hər tərəfə yaxşıca yayırıq. Xəmirdən qalan kiçik hissəni bu şəkildə yayırıq. Sonra nazik kəsirik. Kəsilmiş xəmirləri bu formada piroqun üzərinə düzürük. Və 20-25 dəqiqə arası bişirdim. Qəlbdən çıxması üçün soyumasını gözləyirik. Üzərinə şəkər pudrası əlavə edib servis edirik. Ağızda əriyən, içi nəmli, çox dadlı bir piroq reseptidir. Kanalıma dəstək olmaq üçün videolarımı bəyənməyi və abunə olmağı unutmayın. İzlədiyiniz üçün çox sağ olun.